Salam əziz abituriyentlər. Bugün sizinlə 19 aprel 2026-cı ildə olan buraxılış imtahanının sualları ilə, mətn sualları ilə tanış olacağıq və yoxlayacağıq. Deməli, mətni ekranı saxlayıb mətnlə tanış ola bilərsiniz. Mətn, ikinci mətn publisistik mətndir, insana bənzəyən və çoxalan robotlar adlanır. İndi isə keçid alaq sualların yoxlanmasına. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Şagird 2-4-6 cavabını yazıb. Ksenorobotun formasının çoxalmasına təsir edir. Bu doğrudur, bu barədə var. Mətndə bildirilir ki, onun S şəkildə olması, yəni çoxalması üçündür. Bu hissədə verilib. Sonra, yəni 2 olan variantları seçəcəyik. Yəni A, B variantı çıxdı. 4 seçib canlı hüceyrədən robot hazırlamaq mümkündür. Bunu yoxdur seçib, amma bu doğrudur əslində. Bu arada verilmişdi ki, Afrika qurbağasının hüceyrələrindən hazırlanmışdı. Əfsus. 4 olan çıxırıq. 2 olan, 4 olan çıxdısa Y variantı qaldı. 1-ə baxaq. Bəzi robotların yaranma səbəbləri eynidir. Bəli, bu barədə var. Məsələn, əyləncə və yaxud da insanlara kömək etmək üçün. 5 var. 2021-ci ildən sonra yaradılan robotların hamısı biolojidir. Xeyr, hamısı barədə demir bunu. Bu fikir yanlışdır. Sonra 52-də deyir, mətnə əsasən hansı fikirləri əsaslandırmaq mümkündür. 1-3-5 variantını seçib robotların hazırlanmasında insan maraqları nəzərə alınır. Doğrudur. Bəzi robotlar özlərinə müxtəlif elm sahələrini birləşdirir. Ksenorobot kimi. Doğrudur. 5-də alimlər robotların insanlığa faydalı işlərlə istifadə etməyi düşünürlər. Bu da doğrudur. Niyə 2 və 4 olmadı? 2-də deyir, robotlar insanlıq üçün həmişə təhlükə yaradır. Həmişə təhlükə tərədir. Xeyr, həmişə deyil. 4-də isə bütün robotların yaradılması eyni şirkətin adı ilə bağlıdır. Bu barədə də məlumat yoxdur. Eyni şirkətin adı ilə bağlı olması barədə. Ona görə bir variantı doğrudur. 53-də tünd qara hərflərlə verilən kombinasiya sözü var. O barədə sözün şərhi və kontekstdəki mənası Y variantını seçib. Cümlədə baxaq, deyir ki, molekulyar biologiya və süni intellektin kombinasiyası. Müxtəlif və eyni cinsi şeylərin bu və ya başqa qayda üzrə düzülüşü birləşdirilməsi. Bəli, bu rənglərin kombinasiyası çox sevilir, uyğunluğu, birləşməyi doğrudur, cavab yedir. Sonra 54. Deməli, 54-də nə soruşur? Uyğunsuzluğu soruşur. Yazıb D variantının insana ən çox bənzəyən robotların yaradılması 20-ci əsr. Burada doğrudur yazıb. 20-ci əsrə təsadüf etmir. 21-ci əsrə təsadüf edir. Yanlış fikirdir. Bizə də yanlış lazımdır deyə biri seçirik. Sonra 5-i seçib, 3-ü seçib daha doğrusu adı çəkən robotlardan biri insana məxsus bütün xüsusiyyətlərə malikdir. Bütün xüsusiyyətlərə malikdir fikrinə doğru yazıb. Bu yanlışdır. Bütün xüsusiyyətlərə malik deyildi. Mətndə məsələn baxaq. İnsana məxsus yerimək, qaçmaq üçün bacarıqları. Bir dəqiqə. Yeriməyi, üzməyi, kiçik yükləri daşımağı bacarır ksenorobot. Yəni yox. 3-ü də götürürük yanlış cavab kimi. 5-də də robotlar üçün vacib olan hansı materialdan hazırlamağı deyil, sərbəst hərəkət etməsi önəmlidir. Bu söylənilən fikir idi, alimin fikri idi. Doğru olmalı idi, yanlışa yazıb, ona görə seçirik. 55-də deyir ki, mətn əsasən ksenobotların için kompüterlərə bənzər əlamətləri 1 və 5 yaddaşa malikdir, bəli. Verilən əmrləri yerinə yetirə bilir, bəli. 56-da mətn əsasən cədvəli tamamlayın, cədvəl yoxdur. 57-də mətnin əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvəl doldurun, baxırıq. Əvvəlində işarə qoyulan qaçmaq. İnsana məxsus qaçmaq, yerimək həqiqi mənadadır. Bir də aşağıda var yeriməyi, üzməyi, kiçik yükləri daşımağı. Bir dəqiqə. Bu da həqiqi mənadadır. Əgər burada həqiqi məcazi mənadadırsa, şagirdim səhv etmirəmsə, abituriyent bildirmişdir ki, burada poetik və informativ mənada sözlərin işlənməsindən bəhs olunurdu. Həqiqi mənada işlənib, hər ikisi informativ mənadadır. İnformativ funksiya daşıyır. Poetik funksiyada işlətsək söhbətdən qaçmaq
yayınmaq mənasında və yaxud da hisslərindən qaçır deyə bilərik. Bir də yüklər sözündə məsəl üçün nəyi məcazi anlamda deyə bilərik ki, keçmişi özünə yük etmə. Belə. Sonra burada var. Təsvir alınmış cümlədə uyğun düzəlişlərin qüsurlu məqamları. Baxaq. İnsana bənzər saxta varlıqlar böyük marağa səbəb olduğundan son illər belə robotların sayında ucalma müşahidə edilir. Burada saxta sözü, varlıqlar sözü və ucalma sözünü. Saxta süni varlıqlar, robotlar, ucalma, yüksəliş, çoxalma kimi verilə bilər. Sonra 59-da əsas hissəsində bir-biri ilə ziddiyyət təşkil edən cümlələr verilib. Şagirdimiz götürüb insana məxsus yerimək, qaçmaq kimi bacarıqlara sahib deyirlər bu robotlar. Aşağıda isə verilib ki, yeriməyi, yüzməyi, kiçik yükləri daşımağı bacarır. Yəni birində yeriməyi bacarmır, birində isə yeriməyi bacarır deyir. Uyğundur. 60-da robotlar gələcəkdə bəzi qlobal problemlərin həllində insanlara kömək edə bilər. Burada deməli, baxın, sonuncu abzasdan öncəki abzasda ksenobotların, deməli, alimlərin gələcəkdə onları necə istifadə etməklərini düşünməyi barədə məlumatlar var. Onu yazmaq olardı. Belə yazılsa doğru olar. Bu qədər. Uğurlar arzulayıram əziz abituriyentlər sizə. İnşallah ki, arzuladığınız ən yüksək balı toplayar və arzuladığınız ixtisasa, fakültəyə qəbul olarsınız. Gələcəkdə universitetə hazırlaşan abituriyentlər, şagirdlər sizin üçün mətnlə işləmək qaydalarını tərtib etmişəm artıq və bu barədə video çəkəcəm. Sizə bir sual ünvanlamaq istəyirəm. Mətn testi işləyərkən, mətn tapşırıqları işləyərkən ən çox hansı suallar, hansı tip suallar sizə qaranlıq qalır? Hansı sualları işləməkdə çətinlik çəkirsiniz? Şərhlərdə bildirin və əgər onları nəzərə almamışamsa, nəzərə alım. Yeni videom o barədə olsun. Görüşənədək.